Elin kolun var olsun bala. Sağ ol ay xala. Çox nazləşdirməyə başa dönərəm. Çox kişi danışır. Yo yüngül bez buradan götürdüm size uclarından. Hə, yüngül götür bala. Bir dənə qız etdənə. He. Verdim uzağa. Mağıl gəlib üzüm qaşıma alır dənə. Dünənləri görüntüləyib. Bir mama get salona nə gündəsən. Mama get salona nə gündəsən. Hara gedim ha? Salon zat tanıyıram. Pakizə xala qızın heç gəlib eləmir. Çoxdan da görmürəm qızı. Az rəva bilmirəm uzaqdan yolları. Günü xoş getsin məbəsi. Canay xala. Bu deyə xala mən də gəldim düşdüm də uzağa. Nə gedə biləm, nə gələ biləm, qalmışam burada. Az sən keçən dəfə rayondaydın Rüxsarənin gəlinin çağırmışdım da nə? Az dərimi didi elədi, nə günə qoydu, üzümdə çopur. Kişi o qədər danışdı. Az hər ərinə alan parxmaxır olur. Mən bu şu öyrənmək üçün tanıya qədər parxmaxır yanına getmişəm kətdə. Az 5 dəqiqə gözə yanğısı keçdi, yandı, alnım. Az yox tövbə. Hara getsin da mən səni gözləyəcəm. Tabaq işte Pakizə xala tələsik eləm. Uşaqları məktəbdən götürəcəm ona görə gec olmasın. Az evdə işidə vəziyyətiniz nətərdə az, dolanışığınız var. Eşitdim əringilin deşində sakreşiyə nə olub? Yox, xala farizi işdən çıxarmayıblar. Prosta maaşın salalar aşağı 300 manat maaş alır. Az 300 manat nədir az? 300 manatdan ailə saxlayanlar, Allah bunların öyün yıxsın, bunun toyu var, kommunalları var. Nətər dolanırsınız siz? Sağ olsun, qaynanam bir kömək eləyirdi nə? Evdə nə babuyu götür. Yox, Allah haqqı götürəm mən. Evdə inciyərəm bunu götür. Allah haqqı xala mən ona görə gəlmədim. Ay uşaqları nə salarsan? Bax, qapıya bir də gəlməyəm söylə. Ay uşaqları nə salarsan? Götür. Az toy olacağın neydi az bu? Toy olacağın neydi az? Gəl otur. Gördün az? Stullar da hamısı bomboş. Az bunlar özü toya gedəndə ki, kim gələcək bunların toyuna? Hələ bir evdə 5 nəfər adam gəlmişdi, onda 4 uşaq. Az güya fəyərli başlı yemək verirdilər. 3 dənə birinci yemişəm, 2 dənə də lülə qoymuşam, gəlin üçün hamilədən üstündən iyi gəlir. Az sən genə onu yudun. Mən yetimin dişi yox, gözüm qaldı elə tikədə. Pakizə, bu gəlini kim bəzəmişdi elə? Nə bilim ha, şana pipiyə oxşadıblar, qoyublar ora. Maketdə elə bir qız. Dedim nə paxıllıq, mənim də qızım salonda işləyirdi nə? 50 manat verərdiniz, kukla kimi bəzəyərdi onu. Az Xuramanın qızını gördün, qəşəng ağ platiya geymişdi. Hə, o niyə maraqlanmırsan Fərmayla? Maraqlan da nə? Nə bilim ya Aysəri, evlənir ki bu gedə. Axı o qırmızı paltar vardı, o Mina xanımın qızıydı o. Hə. Ortalıqdan çıxmadı, at boydasan nə olsa, sinədə bu qədər açıq. Toyun axırına kimi oynatdı, çıxmadı ortalıqdan. Bir abırla susuz. Pakizə, biz aşağı düşəndə o oğlan kim idi? Tuvaletin yanında savaşırdılar, əlbəx olmuşlar. Kimdir az onlar? Salla tanımadın o? Teyyubən böyük edəsizdənə, hələ uşaqlıqdan danqazdı o. İşdi də oldu şir. Hələ sən o arıq çəyirtkə qışlar o yaraşır elə. Zakaz üstündə dava eləmək. Ay Mahir, harada qaldın? Sən gəl çıxaq gidə evimizə işimizə. Mahir, sən canım, mənim gedəmi də çağırı. Elmar da götür gələndə. Bunlar işdilər, fişo də. Çıxmaq bilməyəcəklər ortalıqdan. Gəldim ay səriyə, gəldim. Nə oldu sənə yenə düşdün yorğan döşəyə? Gəldim səni. Az gördüm toy ağrıdan. Aparatlı gətdir az Pakizə. Az getmişəm. Sən nə yedin ki, sən yenə təzyiqin qatdı. Qolu mənə görün. Az hessa, elə bitcə qurban əti yemişdim, o da burnumdan gəldi. Az sən ölürsən ki az. Aşağısı 90, yuxarısı 150. Limon var evdə. Az hey, o xaldində yarımçıq limon var, onu götür yesən Allah. Az sən qabların hamısı tökülüb qalıb ki, yum da nə 5 dəqiqədə bunları. Az dəyməyin, gəbəri. Rələ qırğın idi evdə, gəlin çıxıb gedim maması gilə. Ay qızday, bu nə oldu bir deşik olacağım bu qaçırələ anası gilə? Bizim dədəmiz ölsün. Eşşək kimi döyülürdük, qalırdıq hələ öyümüzdə. Az gecə bizdə qırğın idi, xəbərin olmadı. Gəlin qayıt ki, qurban ətindən yemədənə bu araq içmə. Bu işdi gəlini qatdı qabağına, gəlin də başımı götdü, getdim. Dədəbay. Az, gəlin də yanında belə deyərsən, ayağı yer alar. Bizimkilər nətər olub ki? Bizimkilər içməyiblərmi, döyməyiblərmi bizi? Biz arvad olmamışıq? Hə? Arvad olmamışıq biz? Gedmə qapısına zadına. Az getməyə dedim, evdə deyib, belənçik olur da nə? Qalmışam xəstə qrafatda. Deyə kuxada qapqaşıq tökülüb qalıb orada. Az dəymə, düzələcək, yaxşı olacaq. Güya kimdə söz söhbət olunur. Özüyə gəldin bacı. Hə, sağ ol ay Pakizə. Mən də qalxın, Allah şəfa versin. Sən qatıq vermişdim, mən onun bankaslara qoymuşsan. Hə, o deyə qapının ağzına qoymuşum hələ Pakizə. Özündən bu qayət olur, özündən bu aparatı bu qayət olur. Sağ ol ay bacı. Sağ olasın. Allah kömək olsun, sağ ol. Cana ayana, başva dönərəm sənin. Vermişdi ki mənə, qonağın zadın gələndə sərərsən stolun üstünə. Allah sənə rəhmət eləsin, ayana, gör nətər lazım oldu. Canay məmə, Allah səni qəni qədir rəhmət eləsin. Bunları da vermişdi ki, qonağın zadın gələndə çaşqın çatmaz qoyarsan stolun üstünə. Çiri çaşqaları.
Allah səni qəni rəhmət eləsin. Nətən çox dərdlisin. Gördüm, yadıma düşdü. Canay ana, canay papa. Allah sizi qəni rəhmət eləsin. Bu dünyada heç xoş gün görmədiniz. Allah o dünyunuzu versin. Balalarınızdan da yarımadınız. İkisi getdi Rusiyaya. Biri burada alkaşlıq elədi, bibə çıxdı. Bir dənə mən edim, mən də sizdən uzaq düşdüm. Dənə daş mənim başıma. Uzaq düşdüm sizdən. Allah sizin o dünyunuzu versin. Ay Sabiti, oradan kitabı gətir, Nərmə Baba Yasin oxuyun. Allah rəhmət eləsin. Hə balam, gəldiniz, görüşdünüz, bir-birinizin xəsiyyətlə bələd oldunuz. Da Allah xoşbəxt eləsin. Bir ana nə istəyər? İstəyər ki, oğlu xoşbəxt olsun. Özü də Şakir müəllim bir ayrı. Fərmayil müəllim bir ayrı. Mama qodu, ösəbləşmə, boşluğa dönər. Biraz psixoloqu o qırılmışın əlinə. Balamın bir dəfə talihi psikiyatrdən. Ay masa demişəm o söhbəti hər yerdə atma. Bu xarabada imkan ver, rahat yaşa. Ürəyim sıxılır. Balam qo bilsin, mənə sonralıqca bu da eynənçolar. Bir qo bilsin, başlar da olur. Hə balam, sən nə deyirsən? Məncə biz hələ ki bir-birimizi tanıyaq. Ay bala nəyə lazımdır ki? Tanımaq deyəndə. Ay, soruş gör işdən neçədə çıxır. Balam işdən neçədə çıxırsan? 6-da. Nə yaxşı. 6-dan da evdədir balam. Hava qaralmamış. Hava açılanda. Nətər? Səhər 6-da. Bu nə danışır? Qızım, harda işləyirsən ki sən? Klubda. Məni niyə dəli eləyirsən? Bax, qardaşımın da ailəsini belə dağıtdın. Dönüm çıxsana, mənim ürəyim sıxıldı, gedib çıxam. Klub nədir balam? Gəl. Bax, əmmin də ailəsini belə dağıtdın. Bırak qızlar. Klub neydi ay bala? Klub neydi? Baş şu xeyif. Dur gedək. Ürəyə partladı oğlumuzsa. Ay Fərmayl be. Kəmalə gildə evi satır axı. Az nöşün az. Gedəsi gedib Rusiyaya. Nağ ayrıbsa da axşam qırğın idi, müsibət idi bunlarda. Nərgizin də uşağı oldu da, nə? Aşağı oldu deyəndə ki, dava dərmanla oldu. Neylə uşaq oldu? Diların da qızı getdi xaricə oxumağa. Az nə oxumağa gedib ki? Az oxumaq deyəndə ki, oxumaq adı ilə gedilər 1000 də hoqqa verirlərdən orada. Az zəminə nərin səsi gəlməyib asız axşam. Yo, bacı nə olub ki? Eşcək kimi içib gəlib, anqırır, zarir. Arvad olan bəndə də demir ki, bala, qonşular yatıb. Salam aleyküm xala. Salam aleyküm bala, buyur. Bu məhəlləmizdə Aysel var. Ondan maraqlanırdım. Necə qızdır o? Aysel? Hə. Ay qız bu şey deyir, Rəhman qız Ayseli deyir. Gündəm bir dənə maşın düşürdür. O Aysel deyir bu. Camaqdan bəxtinə baxacam. Mərifətli qızdır bala. Başı aşağı, düz işinə gedir, işdən də qayıdır. Maraqlan bala, sən gəl də yaxşı maraqlan. Ay bacı, sən qızın da qarı? Asfiyetlə mənim qızımdır nə? Qaynanası ilə dolanmırdı axı, ilanda xon qaynanası. Getdim elə Alxanın yanına, dilin ağzını bağlatdırdım. Ay qız mən getdim, ocaqda yeməyim qalıb, getdim. Kəmalə gildə evi satır axı. Az nöşün az. Gedəsi gedib Rusiyaya, nağ ayrıbsa da axşam qırğın idi, müsibət idi bunlarda. Nərgizin də uşağı oldu da, nə? Aşağı oldu deyəndə ki, dava dərmanla oldu. Neylə uşaq oldu? Diların da qızı getdi xaricə oxumağa. Az nə oxumağa gedib ki? Az oxumaq deyəndə ki, oxumaq adı ilə gedilər 1000 də hoqqa verirlərdən orada. Az zəminə nərin səsi gəlməyib asız axşam. Yo, bacı nə olub ki? Eşcək kimi içib gəlib, anqırır, zarir. Arvad olan bəndə də demir ki, bala, qonşular yatıb. Salam aleyküm xala. Salam aleyküm bala, buyur. Bu məhəlləmizdə Aysel var. Ondan maraqlanırdım. Necə qızdır o? Aysel? Hə. Ay qız bu şey deyir, Rəhman qız Ayseli deyir. Gündəm bir dənə maşın düşürdür. O Aysel deyir bu. Camaqdan bəxtinə baxacam. Mərifətli qızdır bala. Başı aşağı, düz işinə gedir, işdən də qayıdır. Maraqlan bala, sən gəl də yaxşı maraqlan. Ay bacı, sən qızın da qarı? Asfiyetlə mənim qızımdır nə? Qaynanası ilə dolanmırdı axı, ilanda xon qaynanası. Getdim elə Alxanın yanına, dilin ağzını bağlatdırdım. Ay qız mən getdim, ocaqda yeməyim qalıb, getdim. Salam Pakisə xala. Buy bala, salam belə ki, başıma dönərəm ki, əqqabı çərdə çıxadı, bala, yağışdan deyərəm. Nə olub ay Pakisə xala? Nə xarab olub ki? Ay bala, Nəriman da evdə yoxdur, 2 günlük rayona gedib, krantımdan su axıdır. Bir də o baxardım başıma dönərəm. Ay ixtiyar, mamagil nətərdir, yaxşıdırlar hamısı? Şükür Pakisə xala, hər şey yaxşıdır. Ay bala, sən nə üçün evlənmirsən? Anın atın da qocalır. Bir evlən toyazada gələydə, nə? Pakisə xala, yaxşınız tapanmıram hələ. Mənə bax, ay ixtiyar, sən bir ara Laləzərin qızı ilə gəzirdin axı, nə oldu ona axı? Nə bilim ay Pakisə xala, ata-anası imkanını yerdən istədilər. Nə olub bala sənə? Maşallah boyun, buxunun, yaraşığın, əlin gül kimi sənəti, nüşün vermədilər ki sə? Bu, indiki qızlar qudurub da nə? Qudurublar. Hazırdır Pakisə xala. Bu başıma dönərəm. Allah sizə xoşbəxt eləsin bala. Ki bitgə sənə yemək hazırlayım yiyinə. Yox ay Pakisə xala, mama evdə təkdir, elə evə gedirəm. Ay bala heç yaxşı olmadı, başıma dönərəm. Gələ bunu siqaret alarsan, bunu da gəlin yeyərsən yolda gələ. Yox Pakisə xala, mama işçisi nə deyər mənə? Ayıb olar axı. Getdim mən, sağ ol. Ay ixtiyar, ehtiyatla gedib başıma dönərəm. Bu qırılmışın fəzailin itləri açıq olur. Mama gilə salam da öpürəm.
Zarbat, bacım uşaqlara bizə gəlir, solu düzəlt tez ol. Konfetləri götür aparamsın. Bağla obri otağında qapsın. Buyur. Sən nə cür arvatsan, elə bir bizim nəslə yatsan. Sən olasan bizim nəslə qurban. Bacımın balaları elə bir balaca şeytan. Şeytan cadu pitinə doludur evdə ya. Nəsilli cəncadu yarsuz iqbal. İqbal konfetləri götür aparamsın. Bağla obri otağında qapsın. Sən nə cür arvatsan, elə bil bizim nəslə yatsan. Mən ayda 3-4 dəfə gedirəm onun yanına. Mən keçən ay getmişdim yanına, hər şeydən təmiz çıxdım, şükür Allaha. Ancaq pis vaxtlarımda mənə çox kömək olur. Başım ağrıyanda, mədəm ağrıyanda. Axırıncı dəfə maşını apardım yanına, farsunkasını yuduzdurdum. Atuz köstəbəydi. Sən həkimin yanına maşın aparsan? Ay baba, köstəbəysən sən. Hə mama, ata köstəbəydi. Nətər yəni, söz usta dör idi. Yox ata, söz həkim idi. Mama gəlirəm sizə, elə maraqlı günüm keçir. İndi evə gedəcəm, təzədən ürəyim sıxılacaq. Bacı, ürəyiniz sıxılır ki evdə. Bunun onlaynı da var da, Webfly proqramını yükləyirsən. Səhərlə bir oturursan evində, biz də burada oynaya bilirik də elə. Bu Şakir nə qəşəng. Onda mən gedib evdə də oynayaram da sizlə belə. Hədə Şakir, bu neçə vaxtıdır nəndə nə? Qaynanamdan vaxt tapan kimi oynayım da sizlə. Alo. Salam bacı, nətərsən? Sağ ol ay Suraya, sən nətərsən bacı qurban? Belə də yaxşıyam, səhv işim düşüb. Nə olub ay bacı, nə? Bu Fərrux üçün borcları dirəniblər qapıya, pullarını istəyirlər də. Bəlkə səndə bir 500 manat pul olar, mən borc verəsəm. Ay bacı, başa dönüm, məndə pul olur ki. İndi görüm Nərimana deyim, görüm nədir, yığaram səni. Yaxşı, gözləyirəm zəngin. Yaxşı. Ay Nərimani. Ay Nərimani. Nə var ha? Bacım yığı 5 Suraya 5 manat pul istəyir borca, dedi qaytaracam. Dedim bacı məndə pul olur, Nərimana deyim görüm nə deyir. Ay qız pul var məndə. Sən də bacın nə oldu heç eyni vaxtı zəng eləməz. Pul lazım olan kimi Nəriman yada düşür hə? Nə olub ki, hədə nə pislik deyib ki sən, özünkilərə tez tapırsan ancaq. Ay qız özümkilər alır səhərsi günü qaytarır. Bu yetim nə deyir bə, bu deyir mən də qaytaracam da. Bu alkaş ərə görə nə dərdən qabıqdan çıxıb sən bacım. Hər nədir bacımın əritdənə nağaraq çölə ata. Yox, Fərrux səhərə qədər vurub kəf eləyəcək, mən bax pul verməliyəm. Həmənkilər yatdı dəsə, özünkilər yığan kimi yığ yumurra apar sokaq qızlarına. Ay mama deyirəm bu pərdələr də dəyişək, köynəli bu şey. Ay bala neyinirsən gəlin gələndə gətirəcəkdən hə? Mama deyirəm gələn ay maaşalı bu televizor dəyişəyi balacadır bu. Ay bala niyə boş-boş pul xərcləyirsən? Pulun artıq düşüb, gəlin gələndə gətirəcəkdən hə? Ay mama bu düzəlmir hə? Bu gör nə gündədir, skoşdu zatı, qırıq-qırıqdır bu. Səhər yadımasan gedim ütü alım səhərsi. Ay bala girin olmusan ey valla, gəlin gələndə gətirəcəkdən hə? Ay mama bu duşun şılantından bıraxır hə? Çörəyimi yeyim gedim şılant alım gəlim. Ay bala neyinirsən gəlin gələndə gətirəcəkdən hə? Ay qız gəlin gələndə ki bu su bıraxacaq burada. 5 manat pulum yoxdur mən gedim şılan qalım. Nə hər şey gəlinə yükləyirsən hə? Gəlin gəlməsin yaşamayacaqdıyız. Can ay fərmayın mama gözləri qurban. Hə 60 olur bala. Sağ ol başvura dönüm sağ ol. Ədəmin ad günü zat keçirdənəm bunlar da nə girinci olublar. Hə axşama starsın zat hazırlayıram bacım zat gələcək. Burada olsaydın sən deyərdin ya bala doyunca. Canım mamam, gözəl mamam, ad günün mübarək. Az sən üçün yaylıq almışam, o yaylığı çıxar başımdan köynəli bu. Gəl qızım, gəl, xoş gəlmirsən, sağ ol, sağ ol. Gəl qabları yumən yemək pişirin. Az sədaqət, statusuda baş açıq şəkli paylaşmışsan az. Bu ey Nərimanın gözündən ıraq, sil az olun, sil. Anam, bu günləri sənin doğum günündür. Fikirləşdim ki, sənə fərqli, kreativ bir şey alım. Ona görə də mən sənə təzyiq ölçən aparatı aldım. Çox dəqiq göstərir. Səninki də köhnəlmişdir artıq. Gəl ay Şakir, xoş gəlmirsən. Gəl pul verim, get çörəyə al axşama. Az rəsmiyə, bəlkə dəqiqə heç nə lazımdır. O da hər ad günümə nasnoy versə. Şkafa atıram, nasnoy üstümə tökülür. Az heç nə lazımdır, başqa dönərəm. Axşama bir dənə Rus kinosu tapmışam. Tanyanın sərgüzəştləri. Ona baxacaq. Ay papa, kino vaxtıdır. Mamanın ad günüdür bu günləri. Hə, mamın ad günüdür. Azərbaycan təbrik edirlər. Allah sabah baxar. Bu kifayət sərəydi də. Ay mama, yubileyində nə arzulayırsan? Arzum nə olacaq ay bala? Bu vaxtın sahibindən istəmişəm. Fərmayıl gəmidən sağ-salamat gəlsin, Şakirin də toyun görüb, sonra ölüm. İşləyir, normaldır təzyiqim. Sağlıqla işlət anacan. Ay arvad uzun ömür, can sağlığı. Kino az kanaldan verəcəkdi ya. Ədə mən boğazımdan kəsib sənin məşğəllərə pul tökmüşəm. Oxumayacaq, elə bu məhəbbətcədən deyərdim. Dedim, mən dədə nə cavab verəcəm sənə? Yazdım da, mama, dayanağarım. Yaxşı yazmamısan da, yazsaydın, indi sən də girmişdin. İndi bütün tay tuşların gedib oxuyacaq Bakıda, sən rayonda burada qoyun davına düşərsən. Hə, rəsmiyə, qəbul oldu sizinki.
Təbrik edirəm bacı, təbrik edirəm. Heç də bizimki həyəcanlanıb, Dirmama həyəcanlandım da yaza bilmədim. Təbrik edirəm, təbrik edirəm. Toyun görəsən inşallah. Buy, az rəsmiyə xoş gəlmisən, tapılmısan ha? Xoş günəyə gələ ya, Pakizə. Hələ haçandan da dirəmə gedim, gəlib çıxarmadım. Get sən mənə paltarları yığım gəlmə. Get. Yavaş hələ. Ay Məhəmməd, sən dayıca bəri gəl. Gedirsə İsrafil dayının dükanına, deyirsə bir manatlıq mumu konfet verir, bir manatlıq da sütlü konfet verir. Bir də Pakizə qala o tərəfə getsəndə özü verəcək bunu. Get. Hələ ağlaya bir uçdan remont elədir. Nə edirlər İbrahim? Ay Pakizə sallayırsa lazımdır, başına dönüm. Az həmişə konfetim olur de, bu qızın ki uşaqları gəldi, Allah saxlamışlar. Mənim küncümdə, bıçağımda bir şey saxlamırlar. Hələ uşağı göndərmişəm, kesin konfet alsın, gəlin qeybətləşin. Qəlbin yoxdur bacı, mənim dişim var, boş-boşuna uşağı göndərdim, konfet almaram. Deyəsən bunlarla yumuşaqdır, yenə bitər edərəm. Bu rəsmiyə bacı səni tanımadım, nə yaman qocalmışsan ha? Mən biliydim ay Pakizə, vurulmuş gəlinlər gələndən sonra mən qocaldım. Mənim 20 ilimi dala atdılar. Uşaqlarımı da eləyiblər mal. Ancaq adam nə qədər mirət qalar, adam nə qədər soğuk qalar. Analarını alırlar, özlərini alırlar, analarını alırlar, özlərini alırlar. Nə olan da mən də sizin qaynanı səndə bir arada mən də yaylıqdan, naskıdan alındım. Yox, vurulmuşlar. Yavaş qalmışlar. Az tolba özə baxmaram, hazır yeməyim var. Yemək yeyək sonra qalmarsın. Yox bacı, boşuna dönüm, yemiş yanmaram, xeyirlərdə görüşək inşallah. Hafizə deməmişəm, gəlib görəcəyim, deyəsən, qəndər açılırsan. Əsas narahat olma, özüm gəlib bağlayacam, narahat olma sən. Şuram olsa məndə. Allah 5 dənə qoysam xalatın amadan işləyir. Gəlirlər dağıdır. Gözünüzün. Salam aleyküm, çıxmır hələ. İndi Zakir həm gəlsin çıxacaq. Hə, Zakiri gözürsüz, bunu mən hara yerləşdireyim? Uşağa 5 yollayıram şəhərə. Bunu mən hara qoyum ki? Ay Zakir, bu uşağa da xəbər edeyim ki, göndərdim. Ay Fərmayel, nətərsən oğlum? Mama gözlərə qurban sən. Zakir əmidən sərçin 5 yollayıram. Hə, qış papağı uzadı da qoymuşam, dizüyü də qoymuşam. Hə, yumurta qoymuşam, mürəbbə qoymuşam, kompot qoymuşam. Hə, hamısını qoymuşam, başına dönüm, vaxtında avtovağzalda ol. Hə, 5 dəqiqə çıxacaqlar burada, bax. Gecikmə, bunlar gözləmirlər. Mənə baxı Fərmayel, özüm vermişəm ha pulu, heç nə vermə, bunlar maşinlikdə. Mənə baxı Fərmayel, bu uşaqların mamaları nəsə göndərir, yoxsa səndən yeyirlər ancaq. Mal olma. Buyur Zakir, harda qaldın bala? Getmişdim bir dənə sualımda özümə, bu boyda yol gedim, ölümsüzsünlər. Yenə Fərmayla göndərsən? Hə, Fərmayel üçün apardım. Day, bu uşaq oxutturmaq məni yığdı, öldüm day mən. Bunu da ala, ay Zakir, tay uşaqdan pul almarsan. Mənə bax, sumkaya şeylər qoymuşam mən. 17 də yumurta qoymuşam, mürəbbə qoymuşam. Da hamısı da deyim də, özü səllilə yaşır orada, davay, mətələsə. Yaxşı bala, sağ salamat gedin. Ehtiyatla sürə, bala, ehtiyatla. Hə bala. Xala boş qab mənə göndərdi, dedi sizin boş qabdır. Bala, bu boşqab bizim deyil, axı bizim boşqab dərin idi. Burada da resumkaları yaşıl idi. Sən get, mən özüm bununla danışaram. Ay sədaqəti, mən sənə belə boşqab vermişdim bacı. Nətər yəni yeni boşqabdır, mən nə verdiyimi bilmirəm. Hə, nəyi söz eləyəcəm ki? Hər sözü söz eləmirəm, keçən səfərdə elə 5 də stəkan götürmüşdüm məndən. Hə, onu da dəyişik vermişdim, onda mən səsimi çıxarmadım. Nətər yəni, mən hamısının altına onları lak vurmuşdum, qırmızı lak. Hə. Hə, belə olur da, belə olur. İndi mən pis çıxdım, hə? Mən day tövbə bacı, mən day tövbələdim. Kiməsə nəsə verməyə tövbələdim mən. Qutardı, qoy mən pis olum. Yaxşı ay sədaqət, qoy mən pis olum, hə? Neynə? Əmam, dəhşət adamsan eysən, boşqabdır, nə fərqi var ki? Ədə, nə boşqabdır, malınızın qədrini bilir. O boşqabdan məndə 6 dənə idi. İndi bax, biri tay dəyişik düşdü. Nə qayracam mən. Tövbələdim, mən qutardım da kiməsə nəsə verməyə. Gedirlər qəbr üstünə. Hə, gəlirəm. Ay Nüşabə, qazan qapağından ehtiyatlı olub, pişik zadəl atır. Gözlüyün məni də. Ay Firəngiz, siz kimdən geçsiniz? Hə, siz gedirsiniz onda. Hə, gedin. Ay İntiqam, sənin maşında yer var bala? Yox, mən mamadır, papadır, bir də xalam cildi, doludur maşın. Hə, yaxşı, get bala, mən özüm gələcəm, tapacam. Eyşən bala, məni bir dənə qəbr üstünə atarsan, qaldım ortalıqdayım mən. Xala, mən taksi vaxtdır eləyorum axı. Neynəsən, olsa heç bir xeyir işərə yaranma. Taksi xala, qəbr üstünə geçsən, gəl aparım. Buy bala, başına dönərəm, qalmışdım hələ ortalıqda mən, Allah səni var eləsin bala. Buy nə olub buna, bu günə kimi maşın görmüşdünüz? Hələ mən ərim itdiniz, sizi xeyrə aparan, yasa aparan, qudurğanlar. Hə, mən də oğlum gəmidə işləyirdən, hə? Tanıyarsan, sən? Fərmayel tanımadı o? Yox xala, tanımıyorum. Necə, bütün cavanlar tanıyır ki o. İndi şeydə də, gəmidədir. Qızımın bəxti gətirmədi, bala, qızımın bəxti gətirmədi, 2 uşaqla qayıtdı. Neynək? Xeyirlərdə görüşək, şadlıqlarda görüşək. Hələ düşərəm. Allah şəhət. Sağ ol.